Bugün masamda Asus'un əfsanəvi ROG Strix seriyasından G16 modelidir. Amma bu dəfə vəziyyət fərqlidir. Çünki daxilində bizi ən yeni texnologiyalar və performansı yenidən müəyyən edən bir qrafika kartı gözləyir. Gəlin bu cihazın niyə həm iş, həm də oyun dünyasında bu qədər səs saldırına baxaq. İlk diqqət çəkən məqam 16 düymlü Full HD Plus ekrandır. 16-ya 10 tərəf nisbəti sizə daha geniş iş sahəsi qazandırır. İstər kod yazın, istər montaj edin. 165 Hz yenilənmə sürəti və 100% sRGB rəng dəqiqliyi ilə rənglər o qədər canlıdır ki, bu notebook təkcə oyunçular üçün deyil, rənglərlə işləyən kreativ insanlar üçün də ideal bir alətə çevrilir. İndi isə gələk əsas gücə. 13-cü nəsil Intel Core i5 13450HX prosesoru və yeni nəsil Nvidia RTX 5050. Burada vacib bir nüans var. Bu kart 8 GB GDDR7 yaddaşla gəlir. Bu o deməkdir ki, siz giriş segmenti bir kartdan gözlənilməyən bir performans alacaqsınız. DLSS dəstəyi ilə ən ağır AAA oyunları belə stabil və yüksək kadr sürəti ilə oynamaq artıq xəyal deyil. Təbii ki, bu gücü cilovlamaq üçün ROG Intelligent Cooling sistemi iş başındadır. Uzun saatlar davam edən oyun seanslarında belə temperatur stabil qalır. 90 Wh-lıq nəhəng batareyası isə sizi şarj cihazından asılı qoymur. Wi-Fi 7 və Thunderbolt 4 kimi müasir bağlantı standartları isə bu cihazı illər boyu aktual saxlayacaq detallardır. Qısacası, ROG Strix G16 həm estetikası, həm də daxilindəki yeni nəsil güclə hər işi görən bir notebook axtaranlar üçün tam hədəfdir. Həm peşəkar işlərinizdə, həm də rəqabətli oyunlarda sizi yarı yolda qoymayacaq bir yol yoldaşıdır.